en son videomda ya en son ya ondan evvelki bu Az Bitik birinci kitap anlamını veren sözle bağlı bir video çektim. Benim abunəçilərimdən və dinləyicilərimdən bir-iki istek geldi. Bu kitap sözüyle bağlı. Çünkü ön Türkçe'de kitabın əsl adı Bitik olub. Dilimizde de her zaman bitik sözündən əvvəl yani bizim məişətimizə yer eləyən bir kəlmə var. Cadı. Cadı. Cadı bitik. Cadı piti deyirlər ona. Cadı bitikdir o əslində. Cadı bitik bir kitabın bağlanması anlamına gəlir. Yəni cadı sözü dilimizdə feildən yaranma bir sözdür. Cidarlamaq sözündəndir və ya çitləmək sözündəndir. Anadolu Türkçəsində çitləmək var. Bizim dilimizdə iki qonşunun arasında çəkilən məftilə çit deyirlər. Cənub zonasında elədir. Yəni bizim en azından mən böyüklərimdən eşitmişəm. Məsələn, qonşuya çit bir qonşu deyirdi. Aramızda sadəcə bir tel vardı. O tel çitləməkdir. Ərazini bir-birinə bu tərəfdən o tərəfə, o tərəfdən bu tərəfə keçəni bağlamaq adına çitləməkdir. Kimsə öz ərazisindən o tərəfə keçməsin anlamında. Sərhəd tellərinə də çit deyilir Anadolu Türkçəsində. Cida sözü, daha doğrusu cidarlamak sözü, mesela at bir yere uzaklaşmasın diye, belli bir mesafede otlasın diye onun ön ayaklarına böyle kəndirdən bağ vururlar. Böyle bu şekil bir bağdır, böyle bu şekil bir bağdır. Ona cidarlamak deyirlər. At cidarlandı mı hiçbir yere gidemiyor. Atın arka ayakları da açıktı, başı da açıktı. Ama ön ayakları cidarlandığına göre at bir yere gidebilmir. Cidarlanmak sözü oradandır. Bağlamak, kilitlemek anlamındadır. Çitlemek de o sözdendir. Sərhəd qarşı yan dövlətin ərazisini bağlamak için istifadə olunan bir kəlmədir. Çit deyirlər ona. Ve mesela bu cadı bitik sözünü ben size yani şekilde gösteririm. Demek mesela bak bunlar el yazmalarda görürsünüz. Bak bunlar çok sayıda el yazmalardır. Yani benim apardığım qeydlərdir. Bak bunlar elə kitap değil. Bunlar belli bir səhifəyə çattıktan sonra, belli bir məqsədə çattıktan sonra yani mövzunun izahı tam verildikten sonra bu verilir çapa. Ve bu el yazması verilir çapa. Çap sözü özü de Türkçe bir kelimedir. Çap iki cür işlenir. Biri radyus anlamında, biri de çapmak anlamında. Yazı anlamda çapa verilir ve çapa verildikten sonra mesela böyle bir kitap alınır mesela. Bak bu kitap mesela diye ki Lev Nikolaevich Gumilyov'un Tışileti Vakruk Kaspiye kitabı diye ki bu budur. Bu artık buna deyirlər cadı bittik. Yani kitap bağlandı. Bu el yazmalar bu kitaba çevrildi. Buna dediler cadı bitik. Yani kitap bağlandı. Şimdi ona məişətimizdə çox negatif bir anlam yüklənib. Adamlar cadı sözünü eşitdiyi zaman elə ilandan qorxar kimi qorxurlar. Elə bilər ki, cadı nəysə başqa bir şeydir. İndi cadı bitiyin mən sizə etimologiyasını başa saldım. Təəssüf ki, məişətimizdə bu kəlmə özünə çox negativ yer edib və elə bilirlər ki, elə cadı sözü nəysə çox dəhşətli, ziyan verici bir sözdür. Əslində cadı sözü bağlamaqdır və cadı piti dedikləri sözün əsli cadı pitikdir və bir dinləyicim, oxucum yazmışdı ki, cadı sözü Farsçadır və bitik sözü də bukə sözündən yaranıb. Yani cadı sözü Türkçe'de ayrıdır. Farsçada ayrıdır. Farsça cüda deyirlər ona. O cüda ayırmaq mənasındadır. Mesela Mehmet Akif Ersoy'un bir şeiri var. Deyir, etməsin tək vətənimdən məni dünyada cüda. Məni vətənimdən ayırmasın Xuda. O İstiqlal Marşından bir misradır. Molla Pənah Vaqifdə də
cüda sözü işlənib, o ayrı salmaqdır. Bizim istifadə etdiyimiz cadu və cidarlamaq, bağlamaq anlamındadır. İki qonşunun arasını bağlayırsan, bir tel çəkirsən, bağlayırsan. O bu tərəfə keçə bilir. Bu da iki dövlət arasındakı çəkilən tel sərhəddə çit deyilir, çit. Mesela Anadolu Türkçəsində bu istifadə olunur. Ona görə bu sözü sağa sola bəziləri yazıb ki, bu Aryanca bir kəlmədir. Dünyada Aryan dili deyə bir şey yoxdur. Yəni özünüzü aldatmayın. Aryan sözünü aparıb İrana bağlayırsınız. Əvvəla İran sözü özü ilə türkçə bir kəlmədir. Onu keçənlərdə açıqlamasını vermişlər. İran, Turan türkçə bir kəlmədir. İran dili də yoxdur. Aryanca dil də yoxdur. Aryan xalqı da yoxdur. Ben keçən demiştim, Aryan sözünün üstüne İran sözünü zorla Aryana çevirmeyin. İran sözünün üstünü Aryana çevirmək üçün əvvəla əlifin üstüne bir məd qoymaq lazımdır. Əlifin üstüne bir məd qoydun mu, olur ayran. Aryan olmur. Aryan sözü yazıldığı zaman əlif üstündən məd, əlifdən sonra R səsi gəlir. Onlar birləşik yazılmır. Çünki onlar özündən sonra gələn səslərlə birləşmirlər. Nə əlif, nə də R səsi. Ondan sonra, R'dən sonra İ gəlir, A gəlir və nun gəlir. Əlif gəlir və nun gəlir. Bu aryan olur. Üstündə mütləq bir məd var, belə bir dalğalı bir şey. Bunun da aryanla filanla bir ilgisi yoxdur. Elə bir sözü hecalara bölürlər. Bir, nə bilim, farsça bu deməkdir, tik bu deməkdir filan. Və deyirəm, yəni, cadu sözünün kökü cidarlamaqdır. Bitik sözünün də kökü bitməkdir, feildir. Feildən yaranan iki sözdür Türk dilində. Yazılı şəkildə belədir. İndi bugünkü qrammatikamıza bəlkə uyğun gəlmir, amma ədəbi dilimizə uyğun gəlir. Bugünlük demək istədiklərim bu qədər. Allah'a ısmarladık.